Herkese salam, kanalıma ve yeni vloga xoş gəldiniz. Uzun müddətdir ki video yox idi. Əslində heç cür vaxtım yox idi ki mən bu videonu montaj eləyim, paylaşım. Sadəcə qısa videoları montaj eləməyə vaxtım var idi. Rusiyaya getdik, gəldik, sonra anidən təmirə başladıq. Başımız təmirə qarışdı. Ümumiyyətlə vaxtım yox idi ki video montaj eləyim. Səhər açılırdı, axşam olurdu. Birlikdə işlər görürdük, təmir eləyirdik deyə. Sonra da təmiz yorğun düşürdüm və heç nəyə həvəs yox idi. Sadəcə uşaqlarla oynayırdıq, uşaqlara vaxt ayırırdım və sonra hamı gedirdi yatmağa, belə deyim. Yəni heç bir vaxtım yox idi montaj etməyə. Amma indi şükür təmirimiz bitdi. İnşallah ki kanalıma abunə olun. Yeni təmirimizi sizə göstərəcəm. Abunə olun ki görəsiniz, məni itirməyəsiniz. Demək olmaz, bir də gördünüz YouTube'da da mən bir də sizin qarşınıza çıxartmadı. Ona görə kanalıma abunə olun ki birlikdə böyüyək. Bu isə Kaqalımda çəkdiyim videodur. Mətbəxi təmizləyirdim və dedim ki sizin üçün də paylaşım edim. Biletimizi biz aldıq. Sadəcə bir həftə burada qalmalı olduq. Çünki reyslər dayandı və uçuş olmadı. Yəni o müddətdən də təbii ki istifadə etdim. Oradan da bu videonu çəkdim. Yəqin ki geç paylaşım etdiyimə görə məndən inciməzsiniz. Təbii ki inciməyin. İnanın ki mənim üçün də asan deyil. Həm evdə uşaq var. Mənə görə də uşaq birinci növbədədir. Mən onlara diqqət ayırıram, onlara vaxt ayırıram. Onlara yeməyidir, içməyidir, onlarla oynamaqdır, düşüb gəzməkdir. Ona görə mənim üçün də asan deyil. Yəni buradan çəkim, sırası montaj edim, paylaşım. Yəni məndə alınmır da o heç cür. Gərək uşaqlar biraz böyüsünlər ki məndə tam olaraq belə rahat vaxtım olsun ki həm video çəkim, həm də montaj edim, paylaşım. Amma çalışdığım qədər, inanın ki hər dəfə bunu deyirəm, çalışdığım qədər video çəkib montaj edib paylaşacağım. Çünki özüm də həvəsliyəm bu işlərə və istəyirəm ki mənim videolarım burada tez-tez çıxsın və izləyicilərim də sevirlər mənim videolarımı. Ona görə istəmirəm heç sizi videosuz qoyum. İndən sonra artıq çalışacağım ki tez-tez videolar çəkim və axşamları montaj edim, səhəri də paylaşım. Söz vermirəm təbii ki, yenə də çalışacağım ki nəsə bir şeylər eləyim. Nəysə burada susum, siz isə izləməyə davam edin. Görsənmir düzdür, amma burada biraz ləkələr var, yağ ləkəsidir. Qrasın belə bir yağ təmizləyicisi var, onunla belə püskürdüb təmizləyəcəm. Bura yağ təmizləyici püskürtdüyümə görə biraz qoxu qaldı. Ona görə hələ şkafı bağlamıram. Həm də düşündüm ben buraları sərgiyə salım. Nə lazımsa ora qoylası, onları yer və yer yığışdıram. Ondan sonra artıq bura yığışdıraram. Düşünürəm bəlkə burada olan bəzi şeylər var ki, bunları da elə ora qoyum. Yoxsa yemək bişirilən yer buradır. Bəlkə onları gətirim bura qoyum. Amma mən düşünürəm bu kimi şeylər orada olsa daha yaxşı olar. Papaya deyərəm ki, bəs bu kimi şeylər oradadır. Yemək bişirən də, əgər bişirirsə, yəni təbii ki, çox təsadüf hallarda yemək bişirir papa evdə. Yenə bilər ki, bu oradadır, deyərəm özünə. İnanı deyirəm, açım. Biraz evə hava da olsun, elə bir isti oldu. Bugün hava qəşəngdir. Bu arada bugün aynaları da təmizləyəcək, pərdələri də sökəcək yumağa. Çünki bəzi yerlərdə belə çirklər var. Atacağım, bir də yerə dəyir. Mən heç sevmirəm pərdə yerə dəyəndə. Ona görə orada baxdım, bayaq yeri var idi. Düşünürəm pərdəni yuxarı qaldıracağım. Biraz yəni yuxarıdan asacağım. İki qabları biz aldıq. Belə qapaqlı bir qabdır. Şüşədən tapa bilmədim deyə. Ona görə dedim ki, beləsini alın. Bu da keyfiyyətlidir. Qidaya heç bir zərər verməyəcəkdir. Ona görə plasmasdan aldım. Burada filtr var, sonra bəzi aparaturalar var və
kör xeyir var burada. Mən Bakıda almaq istəyirdim bundan. Hətta Omiddə də endirimə qoymuşdular. Deməli 255 yox 250 manat idi, səhv eləmirəmsə bax belə bir şey. Bu buxarlı təmizləyicidir. Bunu qardaşım almışdı. İndi qardaşımla telefonla danışdım ki, bəs burada mən kör xeyir gördüm. Sənindimi dedi ki, hə mən almışdım. Götür verirəm sənə. Dedim ay çox sağ ol. Mən də dedim istəyirdim elə belə bir şey almaq. Çoxdandır ki istəyirdim. Və indi düşünürəm apara bilərəm bunu mən Azərbaycana, beşin içində qoyaram, apararam. Belə bir nasatqası var. Yəni istifadə olunmuyor. Peç təzədir baxın. Sadəcə biraz tozlanıbdı. Və bir də pol səni də, pol da dezinfeksiya edir. Əsasən də evdə uşağınız varsa düşünürəm çox yaxşı bir şeydir. Buxarlı evi qəşəng təmizləyir. Mikroblar falan varsa əgər ölür. Sonra yağ olan hissələri, yağlarda qəşəng təmizləyir. Hamamda qurumuş nə deyirlər ona, ətlər ki var, baxın onlar da qəşəng təmizləyir. Mən görmüşəm, donç deyirəm. İndi bunları mən istəyirəm buradan düşürüm. Aparım. Biz artıq biletimizi almışıq və qayıdacağıq. Ona görə düşündüm bunu da gedəndə apararım. Biraz ağırdı düzdür, amma yenə də aparmağa dəyər düşünürəm. Düşdü. Burada belə bir şey də var. Sadəcə bunu oğurlayıblar özünü. Belə bir metrədir. Lazerli metrədir. Boş firmasında. Burada ustalar işləyəndə hansısa usta götürüb aparıbdı. İçi boşdur. Bunu atacağım. Lazım deyil yəqin ki. Sonra burada bu var. Bunu da mən almışdım. Dedim ki, gedəndə apararam bunu da özümdən. Belə bir təmizləyicidir. Düşünürüm ki, niyə burada qalsın? İstifadə edirəm. Çünki papa istifadə edirəm. Papa yəni işçisi ilə bir yerdə işləyirlər. Axşam olur, gəlirlər evə, yatırlar, səhər də durub işə gedirlər. Yəni bu kimi təmizləyici vasitə düşünürəm ona lazım deyil. Ona görə bunu da korobkasından çıxardıb aparacağım. Bir də burada belə bir şey də var. Lazerli urovindir. Düşünürəm bu da lazım olar bizə. Qardaş mən də deyərəm, əgər ustanındısa qalar burada, yox əgər qardaşımındısa, bunu götürüb mən apararam. İçində bir dənə belə balaca ştativi var. Yerdən qoyulan, bir də bu aparaturanın özü balaca bir şeylərdir. Bunu da apararam. Bizdə də evdə remont gedir axı Bakıda hələ ki qurtarmıydı. Düşünürəm bizə də lazım olacaqdı. Yox əgər lazım olmasa təbii ki aparmayacağam. Hər şey aparırım burada. Bir də Wi-Fi-ın korobkası. Deyirdim atarım, amma düşünürəm ki, yox niyə atıram ki, qalsın birdən lazım olar. Mikrovalnovkanındır. Sonra burada belə çupa-çups qabı var, dəmirdəndir. Bu da yəqin ki lazım olmaz. İndi baxarım vəziyyətə. Burada belə pasport var. Bunu da götürüm. Siyah silməyə buralar hazırdır. Yuxarını dərin olduğuna görə kamerasız təmizlədim. Çünki aşağı əyildim deyə, biraz yuxarı qalxdım elədim deyə düşündüm ki, telefonla alınmayacaqdı. Ona görə belə sildik. Bu yumağa gedir. Çünki pis gündədir. Yuyub elə qoyaram. Bir də yəqin ki, filtr dəyişər. Amma papa istifadə eləmir də. Və burada belə bunu da saxlayıb hər ehtimal yuxarı qoyum. Bunlar da bilmirəm nədir. Bunları da qoyum bura. Dursun da burada. Lazım olar birdən. Bunu mən aldım. Dedim maşının içini təmizləyərəm. İşim burada bitəndən sonra təmizləyici vasitədə görə yaxşıdırmı? Sizinlə də bölüşərəm. Paraşok üçün belə bir qab aldım, amma deyəsən biraz böyükdür. Yenə də dedim paraşoku içinə töküm, rahat olsun da papaya da sonra. Görə də sərgəri tökə biləcəyik burada. Çayka almışam. Mən əvvəllər də illər öncə çayka işlətmişəm. Çox qəşəng paraşokda Azərbaycanda da var satışı bu arada. İndi Ariel var idi burada, onu işlətdim, qurtardım. İndi dedim çayka alım. Çünki bəyənirdim əvvəl, həqiqətən də dəyər almağa. Belə bir də qab var. Papa qoymuşdu bunu. Dedim elə bu qalsımın içində. Bundan da tökərik paltarı. Belə
deyirəm bəlkə qabaqda dursun bu. Daha rahat olar. Onsuz da bura başqa içinə qoymayacağam arxa tərəfə. Bir də belə bir ətirləndirici aldım. Bu da yaxşıdır. Pis deyil. Xoşuma gəldi. Bunu da sonda istifadə edərəm. Onu da qoyuruq bura. Все. Bura yığacaq başqa heç nə yoxdur. Burada все. Burada isə gizli deməli maşın var. Bunun içi də pis gündədir, Zuzadı da pis gündədir. Tozlanır daha doğrusu. Bir də əl ləkələri falan var. Bunları isə ayrıca short videosu olaraq çəkib paylaşacağam. Mütləq mənim short videolarımı da izləyin, çünki orada da maraqlı paylaşımlar eləyirəm. Elə izləyicim var ki, short videonu izləyir, amma vlog izləmir. Elə izləyicim var ki, vlog izləyir, amma short izləmir. Düşünürəm hamısı izlənsə daha yaxşı olar, çünki orada da faydalı videolarım var. Bir də təbii ki, yenə hər zamanki kimi sizlərdən çox xahiş edirəm. Əgər videolarımı bəyənirsinizsə, mütləq like edin, komment yazın əgər lazımdırsa. Hər cür komment qəbul edirəm, təkirdən başqa. Təkirləri silirəm və o sözləri yazanda blok edirəm. Ona görə elə bir şeylər qəbul etmirəm də, yəni təkir. Tənqid edə bilərsiniz, amma ki təkir qəbul olunmaz da. Abunə olmadan izləyən izləyicilərim də var. Sizlərdən də çox xahiş edirəm. Onsuz da məni izləyirsiniz, takib edərək məni izləyin. Çox xahiş edirəm. İndidən hər birinizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Skripokdur. Bunu plətənin üstünü təmizləmək üçündür. Mən təmizlədim. Yaxşıdır, pis deyil. Bundan bir başqası da var. Onu bilmirəm. Hara qoydum. Gətirib bura qoyacağım. Buranı da sildim geçen. Sadece bu çatılar ki var. Bunlar bilmirəm nədir. Nədən əmələ gəlibdi. Yəqin ki su keçib. Baxın çünki buralar daralanıbdı. Su axıbdı bura çox güman ki. Heyib, biraz belə şişibdi. Amma belə yığdım, sildim. Zibil qabını da yerləşdirim yerinə. Burada isə belə salafanlardır. Sadəcə təmizlik vasitələri. Bir də burada da salafanlardır. Buraları belə sərgiyə salarım. Bunları mən belə yığmışam, baxın. Tikmişəm ki, sərgəli durur da. Məsələn, belə atmıram. Belə daha sərgəlidir. Həm də yer çox çıxmaz deyə. Təmizləyici vasitəm bir də buradaymış. Ayna təmizləyən. Şimdi buraları yığışdıraq. Düyü mən almışdım. Beşək düyüdür. Tamaşa düyüsü. Və bir də belə bir çəkili düyüdür. Ona düşünürüm tamaşa daha yaxşıdır. Bunu da qoyun bura. Və yağı da buradan qoyum. Burada belə bir duxovka var. Amma duxovkanın içi tərtəmizdir. Bunun içində ümumiyyətlə heç nə bişməyibdi. Sadəcə burada biraz tuz var. Onu silim. Belə amma tərtəmizdir. Yəni heç bir şey yoxdur. Ona görə buna dəymirik. Sadəcə üzünü təmizləyəcəm. Burada da belə yağlar var. Bura isə qazanları, tavanı falan qoymaq istəyirəm. Bir də kartuşka, soğan. Burada bir dənə də təmizləyicidir. Bu, baxın, bəli təmizləyici vasitədir. Bunu da elə o birinin yanına qoyaram. Burada bir dənə skripok da var imiş. Elə mən bunu axtarırdım, bu da buradaymış. Salatan, kabel. Burada belə bir qazan var. İçində ət falan neçə saatlıq qoysun pişməyir. Təbii ki, bunun adını bilmirəm. Kim bilirsə yazsın. Hat almışdı, amma içində deyim elə də çox pişməyib heç bir şey. Demək olar qalıb burada. Onu da yanına qoyum. Tava. Və sonra bir də qazan var. Onları da gətirib qoyacağım. Hava qaralır deyə pərdə ilə aynanı sabaha saxlayıram. Ümumiyyətlə mən qara moyka falan qətiyyən sevmirəm. Çünki saxlamaq çox çətindir. Ona görə sevmirəm. Burayı indi bilmirəm nə ilə təmizləyəcəm. Çox güman ki, yağ. Mən bir də videoda demişdim ki, bəs zeytun yağı da ola bilər, uşaq yağı da ola bilər, Johnson's Baby var ya, yağ. Baxın, onlarla üstündən keçmək olar. Elə bir ki, axşam qabları yuyub qurtardıqdan sonra yağ çəkərəm, sabaha özünə hopar. Artıq bir həftə, 2 həftəyə qədər qara qalır, əgər yaxşı baxılsa.
Yenə də tövsiyə eləmirəm Niqara Moyka. Məsələn, o yerində gümüş rəngi olsaydı, adi bildiyimiz paslanmaz poladdan, baxın o super olardı. Onu təmizləməyi, saxlamaq çox asandır, amma bunu yox. Aynayı silməklə pərdəyi söküb yumaq, onu artıq sabah eləyəcəm. Çünki əksim görsənir şüşədə, istəmirəm də düşsün. Sonra bir də onu montaj elə, sifətimi oradan sil. Videonu montaj edərkən fikir verdim ki, bəs bu videolarda ümumiyyətlə səs düşməyibdi, yazmayıbdı. Yəni iPhone-la çəkən zamanda belə səs düşməmişdi ora. Ona görə üstündən səsləndirmə eləyirəm. Bir neçə xanım sual vermişdi ki, bəs bu ev kimindir? Kirayədirmi və yaxud da öz evinizdirmi? Bu ev, bəli, mənim papamgilin evidir. Papa burada öz işçisi ilə yaşayır. Belə deyim, əslində mənim papam Azərbaycanda idi. Sadəcə müharibə dövründə bəzi işçiləri öz ölkələrinə getdilər müharibəyə getməməkdən ötürü. Təbii ki, kim istəyir ki, müharibəyə kimsə getsin, ona görə tərk elədilər Rusiyanı. Və papa da məcbur gəldi bura. Hətta mənim qardaşım da burada işləyirdi. Qardaşımı belə yola saldı Azərbaycana və özü qaldı burada. Müəyyən müddət burdadır papa, yəni həmişəlik burada deyil. Öz işini sahmana saldıqdan sonra qayıdacaq da Azərbaycana, yəni müvəqqəti burdadır. Bir də mamamı soruşurlar ki, bəs mənim mamam nə yaxşı burada deyil? Mənim mamam illər öncə Azərbaycana köçübdü. Həkim ona diaqnoz qoymuşdu ki, bəs buranın havası ona düşmür, təmiz havada olmalıdır mama. Ona görə o vaxtdan köçdü Azərbaycana. Həm də mənim mamam buranı açığı heç sevmirdi. Ona görə dedi ki, elə yaxşı oldu ki, mən gedim Azərbaycana. Ondan sonra təbii ki, papa da işini rahatladıqdan sonra o da qayıtdı Azərbaycana. İndi dediyim kimi, yenə də deyirəm, mənim papam müvəqqəti burdadır. Bir də mən sizə nə haqqında danışmaq istəyirdim. Uzun müddətdir ki, artıq mən normal izləyicilərimə cavab vermirəm. Suallar verirsiniz. Bir də təbii ki, nəsə yazıb eləyəndə də həmişə cavab verirdim, amma indi ümumiyyətlə heç ona da vaxtım yox idi ki, cavab verim. Ona görə sizlərdən üzr istəyirəm. Arada boş vaxt tapan kimi keçib təbii ki, baxacağam, görüm kim nə sual veribsə, hamının suallarını cavablandıracağam. Ola bilsin ki, sadəcə suallara cavab verdim, amma digərlərinə like atdım. Yəni ki, sizin mesajlarınızı oxudum və like qoydum və buradan da təşəkkürümü bildirirəm kim ki mənə bu cür belə dəstək olur. Və bura qədər izlədiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. Kanalıma abunə olmağı unutmayın. Mütləq abunə olun, çünki qarşıda daha da gözəl vloqlar gələcəkdir. Həm evimiz təmir oldu, sizə evimizin təmirini göstərəcəm, həm də birlikdə düzən falan, nə bilim, ürəyini istəyən kimi vloqlar çəkib paylaşacağam. Mütləq abunə olun və bu videomu da bəyəndinizsə mütləq like edin. Sizin hər bir dəstəyiniz mənim üçün çox önəmlidir. İstər like edəsiniz, istər abunə olasınız, istər də nəsə komment yazasınız. Hər bir dəstəyiniz mənim kanalımın irəliləyişi üçün önəmlidir. Əgər bəyənirsinizsə videolarıma həqiqətən də dəstək olmağı unutmayın. Gələn vloqlarda görüşənədək hələlik. Oldu.